Son dövrlər saatlıq əmək haqqı barədə ciddi müzakirələr gedir. Hətta bununla bağlı müvafiq qanunvericilik bazası da hazırlanır. Bununla bağlı Əmək Məcəlləsində müvafiq düzəlişlər təklif olunub. Növbəti illərdə Azərbaycanda saatlıq əmək haqqı sisteminə keçid olacağı gözlənilir. Saatlıq əmək haqqını zəruri edən səbəblər hansılardır? Musavat kon məlumat verir ki, mövzu ilə bağlı bizim mediaya danışan hüquqşünas Aytac Qurbanova qeyd edir ki, Əmək Məcəlləsinə ediləcək bu dəyişiklik ölkəmizdə əmək münasibətlərinin müasir tələblərə uyğunlaşdırılması və işçilərin hüquqlarının daha effektiv qorunması məqsədi daşıyır. Bu qayda ilk növbədə hamilə və evdar qadınlar üçün yeni imkanlar açacaq. Məlumdur ki, hamilə qadın 8-9 saat dayanmadan işləyə bilməz. Ancaq hər kəs kimi belə qadınların da işə pula ehtiyacı var. Başqa bir nümunə tək başına 3 uşağa baxan işçi üçün standart 9-0-18-0 iş rejimi fiziki və sosial baxımdan qeyri-mümkündür. Yeni dəyişiklik bu cür işçilərə uyğunlaşdırılmış rejim təklif edilməsini təşviq edəcək. Ona görə də saatlıq əmək haqqı sisteminin tətbiqi vacibdir. Bu sistem xüsusilə qeyri-standart və mövsümi işlərdə daha ədalətli əmək haqqı tətbiqinə imkan verəcək. Əmək müqaviləsində saatlıq əmək haqqı məbləği göstəriləcək, iş vaxtının uçotu dəqiq aparılacaq. Minimum saatlıq əmək haqqı səviyyəsi müəyyən ediləcək, hansı ki, hazırda Azərbaycanda bu göstərici mövcud deyil. Beləliklə, işçi yalnız işlədiyi saatlar üzrə əmək haqqı alacaq ki, bu da qeyri-müntəzəm işlər üçün əlverişli olacaq. Mövsümi işlərdə, qısa müddətli layihələrdə və servis sahəsində şəffaflıq artacaq. İşə götürənlərin iş yükünü optimal planlaşdırması mümkün olacaq. Tutaq ki, restoran və ya pərakəndə satış sahəsində işçi ayda yalnız 10 gün işləyir. Bu halda aylıq əmək haqqı təyin etmək qeyri-real olur. Saatlıq əmək haqqı bu problemi aradan qaldırır və əmək münasibətlərini rəsmi müstəviyə keçirir. Müsahibimiz qeyd edib ki, yeni qayda yeniyetmələrə də əlavə imkanlar açır.